salavat haqda çox danışmaq olar. Salavat duaların qəbul olmasının şərtidir. Salavat əməl dəftərinə qiyamət günündə deyirlər, bəzi bəndə gələr sorğu suala, əməl dəftəri yüngül gələr. Pislikləri yaxşılığından çox olar. Deyirlər, bunun salavatlarını gətirin. Salavatları gətirib əməl tərəzisinə qoyanda əməl tərəzisi ağır gələr. Yəni bu dediyimiz salavatların gərək qədrini bilək ki, bu məclislərdə nə qədər ki deyəsən salavat demişik, ya öz yol gedəndə evimizdə harda o salavatlar bir gün hesablanacaq hamısı. Tək-tək deyəcəklər, nə qədər salavat deyibsə, gətirin qoyun tərəzinin bir gözünə, o zaman tərəzini salavat ağırlaşdıran mən hədisdə ikisini görmüşəm ki, ən çox əməl tərəzisini iki şey ağırlaşdırar, müsbət tərəfini. Bir salavatdır, bir də xoş əxlaqdır, yumuşaq rəftardır. Kimin əxlaqı xoş olarsa, gülərüz adam olarsa, əməl tərəzisi ağır gələr. Kim sərt adam olarsa, onun pisliyi yaxşılığından çox olar. Salavatdan sonra imam belə dua eləyir. Deyir və bəlliq bi imani əkmələl iman. Bunun da üzərində bir neçə cümlə, çox vaxt uzalmayacağım, dayanmaq istəyirəm. İmam Səccad əleyhissalam deyir ki, ilahi imanımı kamil dərəcəyə çatdır. Bilirsiniz, imanın dərəcələri və növləri var. Müxtəlif növ və dərəcə imanlar var. İman var, ani imandır. Mən Quran ayələrinə əsas